Uşaqlar, axşamınız xeyir, necəsiz? Biz sizinlə bugünkü videomuzda conjunctions, yəni bağlacı mövzusuna toxunacağıq. Bu 9-cu sinifin toplusudur, DİM tərəfindən olan test toplusudur. Sadəcə mən bilmirəm niyə. Burada testlər bir hissədən sonra keçir olur kompleks obyektə. Niyə bilmirəm. Haradasa 38 sual var burada bağlacı ilə bağlı. İndi ilk hissədə bağlacını çəkəcəm, digər hissədə kompleks obyekti çəkərəm. Bağlacı uşaqlar elə bir mövzudur ki, burada tərcüməyə əsaslanmaq lazımdır, baxmaq lazımdır. Bugünə qədər öyrəndiyimiz mövzularda zamandır, modaldır. Düz modalda da biraz tərcümə var, amma əsasən quruluşuna görə, struktura görə seçirdik, zaman göstəricisine görə seçirdik. Nə bilim, hansı dərəcə ilə hansı söz işlənir. Belə açar sözlərimiz var idi və çox rahat test işləyirdik. Passive voice-da olsun, belə rahat idi, çıxış eləmək rahat idi, amma tərcümə lazım olmurdu bizə. Amma bağlayıcı elə bir yerdə gəlir bizi deyir ki, bizim tərcümə ehtiyacımız olur. Correlative-lərdə asan bir şey var ki, biz bilirik ki, both and-lə işlənir, düzdürmü? Bu paralellik bağlayıcısı belə işlənir, or-la işlənmir. A-nı silərəm. Yeni də silərəm. Amma digər 3 variant qalır əlimdə. Düzdür, bəzilərində xəbərin təkindən, cəmindən yeni də seçə bilirik. Amma əksəriyyət vaxtda bizə tərcümə lazımdır. Bu səbəbdirmi, nəticədirmi, ziddiyyətdirmi, nə bilim, güzəştdirmi? Bunları bilməyimiz üçün həm cümləni, həm bağlayıcıların tərcüməsini bilməliyik. Gedək. Both and xəbəri cəmdə olur. Niyə? Hər ikisi həm o, həm bu deməkdir. İkisini də bir yerdə cəmləyirəm. Neither nor, either or verilən iki seçimdən birisini seçirəm. Ya o, ya bu deyirəm. Nə o, nə də bu deyirəm. Yəni, çıxdaş eləyirəm. Ancaq bothda, and-də hər ikisini birləşdirirəm. Ona görə mənə xəbər lazımdır cəmdə. Burada da mənim xəbərim cəm olduğu üçün mən both and seçəcəm. İkincisinə baxıram. Neither or-u silirəm. Either and, either nor. Both or. Bunların hər biri qrammatik olaraq səhvdir. Belə işləniş forması yoxdur. A düzdür. Nizami Gəncəvi həm bizim ölkəmizdə, həm də xaricdə yaxşı tanınır. 3-ə baxsam, neither nor düzdür, both or səhvdir, qaldım belə. Bir də yenə nə deyirəm? Xəbərimə baxıram, təkdimi, cəmdimi deyə. Təkdir deyə bunu da sildim. Zəhmət olmasa biraz rəng al, həm qapının, həm də pəncərənin boyanmağa ehtiyacı var. Əz-əz bilirik ki, müqayisədə işlədilir. Burada müqayisə yoxdur deyə biz əz-əz seçməyəcəyik. Kate and var, are var. Mən bilirəm ki, and iki həmcins mübtədanı birləşdirəndə xəbərim olacaq cəmdə. Tərcüməyə də baxsaq, Kate və Jane çalışqandırlar. Onlar tənbəl deyillər. So ona görə də as, çünki, because, çünki, but, amma. Bunların heç biri burada uyğun gəlmir. Mənim variantım olacaq C. The room was empty. Otaq boş idi. John, Jack orada yox idilər. Yenə mənə and lazım olacaq. Nə burada səbəb var, nə nəticə var, nə ziddiyyət var. The problem was difficult enough. Gəlin belə silək birinci. Neither or-u silək. Either and-i silək. 3 dənə qaldı. Could solve verib burada. Mən heç burada görə bilmirəm ki, bu xəbər təklidir, cəmlədir. Modaldan bunu ayırt etmək olmur. Düzdürmü? Mənaya baxacam. Problem çox çətin idi. Kifayət qədər çətin idi. Demək, çətin idisə, heç kim bunu həll edə bilməmiş olmalıdılar. Düzdürmü? Neither Ben nor his friends could solve it. Məna olaraq mənə burada inkarlıq lazım olur. 7-yə baxıram. O çölə çıxmaq istəmədi. Niyə? Səbəbi nə idi? Deməli, mənə yağış yağırdı. Səbəb yağış idi. Və mənə də burada səbəb budaq cümləsini bildirən, birləşdirən bağlayıcı lazımdır. Though güzəşt. So nəticədir. But ziddiyyət. And həmcins üzvləri və yaxud da cümlələri birləşdirir. Mənim səbəb bildirənim because, çünkidir. 8. She wants to improve her English. Niyə? Bu, o öz ingilis dilini inkişaf etdirmək istəyir.
Niyə? Çünki she wishes to study abroad. Xaricdə oxumaq istəyir. Mənə səbəb lazımdır. Səbəbim var və səbəb budaq cümləni birləşdirmək üçün də bu bağlayıcı lazımdır. Yuxarıda qeyd etdim. But ziddiyyətdir, however ziddiyyətdir. Bunlar ikisi eynidir. Although, so da nədir? Güzəşt bağlayıcısıdır. Gəldim paralellik görən kimi belə üstündə çıxdaş eləyirəm. Both orada deyə bir şey də yoxdur. Neyzə nor qalacaq. Mən imtahanı uğurla keçdim. I passed the exam successfully. I worked hard. Niyə? Çünki mən çox çalışmışdım. Səbəb lazımdır. B variantı. Eyzə nor yoxdur. Neyzə or yoxdur. No nor var. Both or yoxdur. No norla neyzə nor eyni şeydir uşaqlar. İndi baxaq. O ağıllıdır. Çox çalışqandır. He is no clever nor hardworking. No'dan sonra isim gəlməlidir uşaqlar. Biz bu əvəzlikdən bilirik bunu. Düzdürmü? Mütləq no'dan sonra isim gəlməlidir. Baxın ki, burada isim yoxdur. Deməli, mənim tək variantım olacaq ki, o nəinki ağıllıdır, həm də çalışqandır. 12. Neyzə or yoxdur, eyzə nor yoxdur, both or yoxdur, not only but yox, but also olmalıdır. Okay, mənim cavabım qalacaq B. Həm o, həm də bacısı New Orleans'da yaşayır. 13. Both or yoxdur, both nor yoxdur, neyzə or yoxdur. 2 variantımda qaldım, düzdürmü? Artıq mənaya baxacağım. Baş nazir for-la against bir-birinə əksdir, düzdürmü? Nə ekologiyanın əksinə danışmadı, nə də lehinə danışmadı. Cavabım olacaq C variantı. Ya əksinə danışdı, ya da lehinə danışdı. Biraz düzgün gəlmir. Hansına danışdı? Bir şey qoy da ortaya. Ya onu edəcək, ya bunu edəcək. Artıq danışıbdı, bilirsən də. Ona görə burada mən işlədəcəm neyzə nor. 14. Both or yoxdur, neyzə or yoxdur. Eyzə nor yoxdur, neyzə and yoxdur. Bəzi uşaqlar həm ingilis dilini, həm də alman dilini öyrənmək istəyirlər. Neyzə or yoxdur, eyzə nor yoxdur, both or yoxdur, both nor yoxdur. Sevgi nə alına bilər, nə də satıla bilər. Not only-dən sonra but also olmalıdır. Eyzə nor yoxdur, both or yoxdur, neyzə or yoxdur. Nə poçt, nə də ki bank açıq deyildi. I can't go with you. Mən səndən gedə bilmərəm. Niyə? Çünki mən məşğulam. Səbəb veribdir. Although, güzəştdir. As soon as before da zaman budaq cümləsini bağlayır. The cat, the coat. Coat isimdir, düzdürmü? Əşyadır. Yer bildirmir, düzdürmü? Where silərəm. Where özündən əvvəl yer bildirən isim istəyir. Bu zərfin şeydir. Yer budaq cümləsini birləşdirir. Who isə canlılarla işlənir. Məndə qalacaq 1 və 3. Diana had her lunch and left the canteen. Diana naharını etdi və kantini tərk etdi. Kantindən çıxdı. Burada bir səbəb yoxdur. Burada bir zaman yoxdur. Yenə səbəb. Because-la as-i veribsə uşaqlar 2 variantdır. Bunların ikisinin üstünə xətt çəkin. Çünki onlar bir-birinin sinonimidir. Bir testin 2 düzgün cavabı ola bilməz. A ilə B-ni avtomatik silirik. If nədir? Əgər deməkdir, olsa deməkdir. Şərt budaq cümləsidir. Burada şərt bildirən heç bir şey yoxdur. Bu ardıcıllıq bildirir sadəcə. Naharını yedi və tərk etdi. Ted is English. Where yenə deyirəm, yer bildirir. Yox. How tərzi hərəkət bildirir. Yox. Because-la as var. İkisi də lazım deyil. Çünki ikisi varsa heç biri düzgün deyil deməkdir.
Burada mənə köməyimə gəlir ziddiyyət, but. Ziddiyyət o deyil ki, uşaqlar bir tərəfim təsdiqdə olsun, bir tərəfim inkarda olsun. Ancaq bu mənada olmur. Ziddiyyət həmçinin leksik məna ilə də ifadə edilə bilər. Ted ingilisdir, amma Fransada yaşayır. İngiltərə hara, Fransa hara, İngilis hara, fransız hara. Yəni bir-birini əksdir, tamamilə düzdürmü? Milliyyətcə başqadır, yaşadığı yer başqadır. 21. I wonder. Mənə maraqlıdır. Nə? What David told them about the incident. David onlara insident haqqında nə dedi? Who'dan əvvəl isim gələrdi. Whom'dan əvvəl isim gələrdi. Who'dan əvvəl isim gələrdi. I wonder that David told them about incident. Mənə maraqlıdır. Yəni burada tamamlıq budaq cümləsidir. O da what-la birləşir. We won the match. Biz yarışı qazandıq. Niyə? Our team played perfectly. Bizim komandamız mükəmməl oynadı. Səbəbimiz var bizim, düzdürmü? Desəydim ki, biz uduzduq, baxmayaraq ki, komandamız mükəmməl oynadı. O zaman however seçəcəkdim, ziddiyyət seçəcəkdim, whereas seçəcəkdim. Amma ki, mənim səbəbim var. Səbəb budaq cümləsidir bu zaman. Ona görə də mən because işlədəcəm. Okay. The manager was not pleased with the result of the project. Manager layihənin nəticəsindən razı qalmayıbdı və avtomatik olaraq, səbəb olaraq ona görə də və o şikayət etdi bu haqda. Burada ziddiyyət yoxdur. Razı qaldığı halda şikayət etməyibdi. Yaxşı idi, baxmayaraq ki, şikayət etdi, baxmayaraq ki, yaxşı idi, belə bir şey yoxdur. Ziddiyyət də yoxdur, güzəşt də yoxdur. Ardıcıllıq var, nəticə var. We must go in for sports because it will make us strong and healthy. Biz idmanla məşğul olmalıyıq, çünki o bizi güclü və sağlam edəcək. Burada ziddiyyət yoxdur, güzəşt yoxdur. Səbəb var. You can drive my car or you are Okay, məsələn, mən maşınımı sürə bilərsən. Çünki sən mənim qədər ehtiyatlısan. Yəni, sən ancaq ehtiyatlı adama maşını verərsən də. Durub hər ağıldan çıxan adama maşını verməzsən ki, dəli kimi sürən o tərəfə, bu tərəfə. Düzdürmü? Burada heç bir ayrıcı bir şey yoxdur. Burada nəticə yoxdur. Burada güzəşt yoxdur. Baxmayaraq ki, sən dəlisən, mən sənə maşını verirəm. Elə bir şey demir. Sən ehtiyatlı olduğun üçün, çünki sən ehtiyatlısan, mən sənə maşını verirəm. The woman isim gəlibdi, ondan sonra xəbər gəlibdi. Biz də bilirik ki, isim və xəbər arasında who işlənir. What isimdən sonra işlənməz, whose iki isim arasında işlənir, where yer bildirən isimlərlə işlənir, which insana aid olmur. 27. Mənim bacım hər zaman çalar saat quraşdırır. She never wakes up late. Amma, və gec oyanmır. Burada nəticə var. Saat quraşdırdığı üçün gec oyanmır. So, if şərtdir burada yoxdur. But ziddiyyət burada yoxdur. Amma burada desəydi ki, but she never wakes up. Amma heç vaxt oyanmır desəydi, mən ziddiyyət seçərdim. Amma burada deyir ki, gec oyanmır. Yəni, saatı qurduğu üçün vaxtında durur. Burada nəticə var. Ona görə də elə ona görə də bağlayıcısını seçirəm. She's in bed. O yataqdadır. Yatır. Niyə? She has got a cold. Çünki soyuqluyubdur. Səbəb budaq cümləsi. In some nations, the favorite beverage is coffee. While in others it is tea. Deyir ki, bəzi millətlərdə sevimli içki kofedir. Bəzilərində isə çaydır. Mənə burada ziddiyyət lazımdır. Unless şərtdir. Since səbəb də ola bilər, zaman bağlayıcısı da ola bilər. So, nəticədir, because səbəbdir.
Mənə ziddiyyət lazımdır, o da wild. Okay. Birinci gün bazar ertəsi tətil olduğundan bizim işə getməyimizə gərək yoxdur. Səbəbdir. Baxın, since burada səbəb oldu. Since Monday is a holiday, we don't have to go to work. Weather nədir? Mumi, mumu, also güzəşdir, whereas ziddiyyətdir, so that nəticədir. If we reached the river, we couldn't cross it. Aha. Deyir ki, biz körpüyə çatanda onu keçə bilmədik. Niyə? Because the bridge had been destroyed by the flood. Biz körpüyə çatanda onu keçə bilmədik, çünki körpü daşqın tərəfindən dağıdılmışdı. They didn't invite me to the party. Onlar məni partiyə dəvət etmədilər. So I didn't go. Ona görə də mən getmədim. I did go desəydi, yəni I go desəydi, I went daha doğrusu desəydi, mən ziddiyyət sözü çəkdim. Onlar məni dəvət etmədilər, amma mən getdim. Bu arada I did go dedim uşaqlar. O səhv deyil. Bu emphasized, yəni şişirdirəm, vurğuluyuram. Getmədiyimi üstünə basa-basa deyirəm ki, amma mən getdim. O zaman did feilini təsdiqdə onun qarşısında işlədirəm. Bu mənim etdiyim hərəkəti vurğulamaq üçündür. Daha da belə pafosla demək üçündür. Başa düşdünüz? Okay, bu da bir haşiyə idi. Getdik 33-ə. Tom çox üzgündür. Niyə? Because he has broken his mom's favorite vase. Anasının ən sevimli vazasını qırıb. You are a good cook. You should cook the dinner. Sən yaxşı aşbazsan, sən nahar hazırlamalısan. Burada səbəb var. Niyə? Since you are a good cook, yaxşı aşbaz olduğundan naharı sən hazırlamalısan. Güzəştdir, ziddiyyət yoxdur, sual vermir, nəticədə yoxdur. Səbəb var. The taxi company wants to keep a good name. Taksi şirkəti öz adını qorumaq istəyir. It has to maintain a reliable service. Etibarlı servisi qorumalıdır. Yenə səbəb var. Taksi şirkəti öz adını qorumaq istədiyindən servisinə gərək diqqət eləsin. Yaxşı servis versin. Elə belə ad qorumurlar. I can still remember the day. Mən hələ də həmin günü xatırlayıram. Nə vaxt ki, mən bu komandaya qoşuldum. When zaman zərfi, zaman bağlayıcısıdır. Birbaşa vaxt, gün bildirən sözlərdən sonra işlənir. Day, month, nə bilim, time. Səndən görüşdüyüm vaxtı xatırlayırsanmı? Do you remember the time when we met? Birbaşa zaman bildirən sözlərdən sonra işlənir. 1492 neymiş? 1492 the year when, baxın, zaman bildirən sözdən sonra işləndi. When Columbus discovered North America. 1492 həmin ildir. Nə vaxt Kolumb Şimali Amerikanı kəşf etmişdi. I have been to the restaurant once since it opened. Mən restoran açılandan bəri orada bir dəfə olmuşam. Burada ziddiyyət yoxdur, şərt yoxdur, nəticə yoxdur. Restoran açılmamışdan qabaq orada necə olum, düzdürmü? Açılandan bəri bir dəfə olmuşam. Həm də before işlətməyim üçün burada keçmiş, bitmiş olmalıydı. Çünki biz bilirik ki, before dediksə bir hərəkət əvvəl olub. Əvvəl olubsa o keçmiş, bitmiş də olmalıdır. Bu qədər uşaqlar. Bundan sonrası hamısı complex object.